Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnografiya İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Azərbaycan Tarixi, Ağsu Rayon İcra Hakimiyyəti və Miras Mədəniyyət İrsinin öyrənilməsinə kömək İctimai Birliyinin təşkilatçılığı ilə Ağsu şəhərində arxeoloji turizmin inkişaf perspektivləri seminarı, Orta əsr Ağsu şəhəri sənətkarlıq mərhələsi sərgi kompleksinin açılışı, Ağsu şəhəri orta əsrlərdə kitab albomunun 3-cü buraxılışının təqdimatı olub. Xatırladaq ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnografiya İnstitutunun Ağsu Arxeoloji Ekspedisiyası tərəfindən Orta əsr Ağsu şəhər yerində geniş miqyaslı arxeoloji tədqiqatlara Miras İctimai Birliyinin maliyyə dəstəyi ilə 2010-cu ilin mart ayında başlanılıb. Mart-aprel aylarında 600 kvadrat metrlik sahəni əhatə edən 3-cü qazıntı sahəsində tədqiqat işləri başa çatdırılıb. Bu abidə muzey kimi tərtib olunub. Bu abidə keçən il qazılmışdı. Görün, necə bir qısa müddətdə nə boyda sahədə qazıntı işləri aparılıb. Bu çox tədbirə layiqdir. Ümumiyyətlə, o ki, Ağsu şəhərində olanda biz görürük ki, bu tədbirlərin keçirilməsi tədbirə layiqdir. Sonra biz onu qeyd etmək istərdim ki, bizim belə abidələrimiz var. Orta əsr şəhərləri də çoxdur. Lakin belə işlər ki, yenə də deyirəm, keçən ildən başlanıb burada qazıntılar. Görün, nə boyda sahə qazılıb, muzey yaradılıb. Mən istərdim ki, ümidvaram ki, belə də olacaq. Başqa bir abidələrimizdə də belə bir muzey yaradılacaq, konservasiya işləri gedəcək. Bu yaxınlarda Şəmki şəhərində başlayıb konservasiya işləri. Olar ki, bu yenicə başlanır.